Həmd olsun Allaha, lütf eləyib bizlərə, öz ziyafətinə dəvət eləyib. Qədir yəni ölçmək. Bugün növbəti ilimiz, növbəti halımız, növbəti vəziyyətimiz, növbəti durumlarımız, hallarımız, vəziyyətlərimiz bugün ölçüləcək, biçiləcək. Bu 3 gündə biçiləcək ki, bugün ilk əhyasındayıq. Bu gecənin əhəmiyyəti bu qədər fövqəladədir. Əhya, niyə əhya? İnsan çox gecələr yatmaz. Amma o yatmadığı gecələrə əhya saxlamaq deyilməz. Amma Allahın razılığını əldə eləmək üçün, Allahın razılığını qazanmaq üçün, qurbi ilahiyə çatmaq üçün, Allaha bəndə olmaq üçün insan gəlir, Qədir gecələri ehtimal olunan bu gecələrdə oyaq qalır. Buna deyilir birinci əhya, ikinci əhya, üçüncü əhya. Hədəf ayılmaqdır. Hədəf dirilməkdir. Hədəf qəflət yuxusundan oyanmaqdır. Necə mübarək Ramazan ayının içində oruç tutan zaman yemirik, içmirik. Amma bəllidir ki, hədəf yeməməklə bağlı, içməməklə bağlı deyil. Hədəf budur ki, yeməməyi, içməməyi öyrənən insan ən vərdiş elədiyi məsələni tərk eləməyi öyrənən insan gəlsin mənəvi mənada, əxlaqi mənada, ruhi mənada, vücudi mənada, mövcudiyyət mənasında gəlsin, vərdiş elədiklərini tərk eləsin. Gəlsin dilinin orucunu tuta bilsin. Gəlsin gözünün orucunu tuta bilsin. Gəlsin qulaqlarının orucunu tuta bilsin. Gəlsin ayaqlarının orucunu tuta bilsin.